Bir düşünün, restoranda əyləşmisiniz. Hər şey mükəmməldir. Yemək ləzzətli, ab-hava sakit, servis isə qüsursuz. Amma heç fikirləşmisiniz ki, bu mükəmməlliyin arxasında, o qapının o biri üzündə necə bir dünya var? Gəlin bugün birlikdə pərdə arxasına boylanaq və bu sistemin görünməz qəhrəmanlarını kəşf edək. Yəqin ki, bu mənzərə hamınıza tanışdı, elə deyilmi? Sakit bir zal, yeməyindən həzz alan müştərilər. Amma bu sakitliyin arxasında əslində necə bir mürəkkəb mexanizm işləyir? Bax, elə bu sual da bizi yemək zalının o rahatlığından birbaşa mətbəxin qaynar, dinamik ürəyinə aparır. Bu sirri açmağa hazırsınızsa, başlayaq. Və qarşınızda ilk qəhrəmanımız. Amma bu sadəcə hərəkət deyil. Yox, bu dəqiqliklə hesablanmış, səmərəlilik üzərində qurulmuş bir xoreografiyadır. Biz buna aşpazın rəqsi deyirik. Təsəvvür edin də, plansız bir mətbəx. Aşpazımız sanki bir marafon qaçışındadır. Gah soyuducuya qaçır, gah ocağın başına, sonra yenidən hazırlıq masasına. Hər bir artıq addım nə deməkdir? Yorğunluq, itirilmiş vaxt və ən pisi səhv etmək riski. Bu rəqsə heç bənzəmir, bu əsl xaosdur. Amma indi gəlin planlı mətbəxə baxaq. Fərqi görürsünüz? Aşpaz demək olar ki, yerindən tərpənmir. Hər şey əlinin altındadır. Bir neçə qısa, dəqiq hərəkətlə işini görür. Bax, əsl rəqs budur. Gücə yox, ağla əsaslanan bir rəqs. Yaxşı, bəs bu rəqsin sirri nədədir? Bunun elmi bir adı var, ergonomika. Çox sadə bir məntiqi var. İnsanı mühitə yox, mühiti insana uyğunlaşdırmaq. Peşəkarların məşhur bir mətbəx üçbucağı prinsipi var məsələn. Soba, soyuducu və təmizləmə yeri. Elə qurulur ki, aralarında minimum addımla hərəkət edə biləsən. Bu rəqsi mümkün edən şey isə, bax, budur. İdeal iş axını. Hər şeyin bir məntiqi sırası var. Məhsul qapıdan girir, ambara gedir, oradan hazırlıq masasına, oradan da birbaşa ocağın üstünə. Bu zəncir pozulmayanda xaos yaranmır və o möhtəşəm rəqs ortaya çıxır. İndi isə gəlin ikinci, bəlkə də ən həyati qəhrəmanımıza keçək. O olmasa, mətbəxdə nəfəs almaq belə mümkün olmazdı. Bəli, söhbət mətbəxin ciyərlərindən gedir. Çünki peşəkar mətbəxin havası, inanın, heç də düşündüyünüz kimi sadəcə yemək qoxularından ibarət deyil. Orada görünməz düşmənlər var. Dəhşətli istilik, hər yeri bürüyən buxar, yağlı tüstü, kəskin qoxular, düzgün havalandırma sistemi bütün bunlarla döyüşür və hətta elə bir təzyiq yaradır ki, o qoxular və tüstü restorana, yəni müştərilərin yanına keçə bilməsin. Hamımız mətbəxlərdə bu davlumbazları görmüşük, eləmi? İlk baxışdan adi bir metal parçası kimi görünə bilər, amma onun əsl gücü, əsl qəhrəmanlığı, bax, o metalın içində gizlənir. O sadəcə dumanı çəkmir, mətbəxi sözün əsl mənasında fəlakətdən qoruyur. Gəlin bir anlıq o davlumbazın içinə rentgen şüası ilə baxdığımızı təsəvvür edək. Qaynar yağdan qalxan o yağlı buxar yuxarıya doğru sovrulur və bam, içərdəki filtrlər onu qarşılayır. Bu filtrlər bir keşikçi kimi yağın zərrəciklərini tutub saxlayır. Niyə? Çünki o yağ boruların içində yığılsa, bir müddət sonra partlamağa hazır bir bombaya çevrilər. Bax, bu filtrlər yanğının qarşısını alan ilk müdafiə xəttimizdir. Yaxşı, bəs nəsə səhv getsə, bu birinci müdafiə xətti də aşılsaydı, onda nə olardı? Bax, o zaman ikinci, daha güclü bir qəhrəman işə qarışır. Davlumbazın içinə gizlənmiş bu balaca püskürdücülər, yəni nozullar, ən kiçik bir istilik artımını hiss edən kimi avtomatik olaraq işə düşür və alovu elə başladığı yerdəcə boğur. Bu mətbəxin son təhlükəsizlik kəməridir. Baxın, bu cümlə məncə hər şey deyir. Havalandırma işləmirsə, mətbəx ölür. Bu qədər sadə və bu qədər dəhşətli. O sistem mətbəxin həyat damarıdır. O olmasa, nə sağlam iş mühiti olar, nə təhlükəsizlik. Qısası, mətbəx nəfəs almalıdır ki, yaşasın. Və beləliklə, gəlib çatdıq sonuncu, amma gücünə görə heç də sonuncu olmayan qəhrəmanımıza. Bu qəhrəman peşəkar mətbəxə sürət, dəqiqlik və güc verir. Bəli, bu mətbəxin əzələləridir. Gəlin evlərdəki sobalarla peşəkar sobaları müqayisə edək. Ənənəvi sobada necədir? İstilik bir yerdən gəlir. Ona görə də yeməyin bir tərəfi bişir, o biri tərəfi çiğ qalır. Amma konveksiyalı sobada vəziyyət tam fərqlidir. İçindəki bir ventilator, yəni pər, isti havanı hər tərəfə bərabər şəkildə öfürür. Nəticə, yemək daha tez bişir,
daha bərabər bişir və üstəlik enerjiyə də qənaət olunur. Bax, söhbət məhz bu cür avadanlıqlardan gedir. Bunlar müasir mətbəxlərin əsl güc mərkəzidir. Məhz bu texnologiya sayəsində restoranlar eyni anda yüzlərlə adama eyni keyfiyyətdə və qısa zamanda yemək hazırlaya bilir. Bu həm sürət deməkdir, həm də stabillik. Proses əslində çox sadə, amma bir o qədər də effektivdir. Təsəvvür edin, pər işə düşür və sobanın içində isti havadan kiçik bir qasırğa yaradır. Bu istilik qasırğası yeməyin hər tərəfinə eyni anda hücum edir, ona görə də bişmə prosesi qat-qat sürətlənir və nəticə həmişə mükəmməl olur. İndi bu qəhrəmanların hər biri tək-tək çox güclüdür, bunu anladıq. Amma onların əsl sehri, əsl gücü bir komanda kimi birlikdə işləyəndə ortaya çıxır. Gəlin görək, bu birlik nələrə qadirdir? Baxın, uğurun formulu əslində budur. Ergonomika, yəni aşpazın rəqsi bizə səmərəlilik verir. Havalandırma, yəni mətbəxin ciyərləri təhlükəsizliyi təmin edir. Güclü avadanlıqlar isə sürət və dəqiqlik gətirir. Bu üçü bir araya gələndə nə baş verir? Sizin masanıza gələn o mükəmməl yemək, yəni əsl kulinariya sehri yaranır. Onlar bir-birləri olmadan sadəcə yarımçıq qalardılar. Yaxşı, bütün bunlardan sonra gəlin bir anlıq öz mətbəximizi düşünək. Bəli, elə sizin evdəki mətbəxi, sizin işinizi asanlaşdıran, sizi qoruyan, yeməklərinizi daha ləzzətli edən görünməz qəhrəmanlar kimlərdir? Bəlkə də bugün danışdıqlarımızdan sonra o qəhrəmanlara biraz fərqli gözlə baxacaqsınız.